Bura bax Murad. Ha. Axı, sənə bir işim düşür. Nə işdir ki? Ərzə yaza bilirsən. Yazıram, ancaq indi işə tələsirəm. Rüstəm gözləyir. Deyən görə Rüstəm gözlür, qoy gözləsin. Bura bax, sən mənim üçün ərzə yaz. Mən də bax, 2 manat verim sənə. Ver də. Dayan, işləyə dəymə. Ala, min maşına get də. Sən sözündür, necə lazımdır mən özüm yazaram. Əziz rayon sovetinin sədrinə. Yaz ki, bu andıra qalmış pilləkənin ucundan həyətdə yaşama mümkündür. Yavaş da. Uşaqlarımız hər ora çıxanda yıxılıb ölürlər. Dayan. Davud, sənin axı uşağın yoxdur. Necə yəni yoxdur? Əgər uşaqlarım yoxdursa, bəs alimenti məndən nə üçün çıxırlar? Davud, bunlar axı burada olmurlar. Nə olsun ki? Nə olsun ki olmurlar? Bura bax, sən elə uşaqsan, mən qayda qanunu yaxşı bilirəm. Onlara ispravka lazımdır. İspravka var, deməli uşaqlar da var. İnanmayan da lap atasına lənət. Yaxşı. Bəlkə, Davud, bəlkə yazaq ki, uşaqlar pilləkəndən yıxılıb əzilirlər. Yox, ölürlər yaxşıdır. Qoy gəlib bir əncam çəksinlər. Ada bu pilləkəni də burada rədd eləsinlər də. Yaxşı, nə deyirəm ki, özün bilərsən.